Belə standart qaydada taxılır. Arxasında ayrıca olaraq yeri var. Qayd 2 hissədən ibarətdir. Keçidi bura. Bu hissəsi aparata taxılır. Üstündə yazılır. Power, taxtı. Cihazı toka taxırıq. Standart qaydada sensorlu ekran yanır. 2 seçimimiz var. Micro needle iğnə seçə bilərik, bir də permanent make-up seçə bilərik. Bu artıq bizim nasatkalarımıza görə dəyişir. Baxın, özünə uyğun olaraq. Permanent budur, micro needle budur. 2 iğnəmiz var. Bunlar hələlik qalsın qıraqda. Deməli, bizim qələmin qabıdır sadəcə. Ehtiyac yoxdur indiki halda buna. Sadəcə zədələnməsin deyə qoyublar. Bu isə ekranı idarə etmək üçündür. Yəni, arxasından da istədiyiniz yerə keçirdə bilərsiniz. Yəni, cihazın üzərində bunun üçün bir yer yoxdur. Harası keçirdib, rahat şəkildə idarə edə bilərsiniz. Bunu da hələlik qoyuram qırağa. Bizə indi lazımdır nasatka qələm. Qələmi taxmalıyıq toka. Aparatın üzərində qələm üçün yeri var, arxa tərəfindədir. Üstündə pen yazılıb. Penə taxırıq. Pedalımız taxılır. Pedalına taxdıq. Deməli, qələm hissəsini taxdıq. Bu qələmin uzluğudur, keçirdilir bu hissəyə. Bu isə bizim pedalımızdır, arxa hissəsini keçirsən, pedalla da istifadə edə bilirik. Hələlik micro needle seçirəm, üstünə bir şey bağlamalıyım. Gəlin, bunun birini açaq test üçün. Mən micro needle terapiyanı götürdüm. Çox sadə şəkildə üzərinə taxılır. Sadəcə itələyirik və vururuq rezva kimi. Daha sonra bunun iğnələrini döndərmək şərti ilə bu şəkildə üstündə ölçüləri də qeyd olunub. Arxaya qabağa verməklə iğnələri oynatmaq olur. İstifadə qaydası çox sadədir. Ekranda sürətini tənzimləyə bilirik. Daha sonra isə pedalı bastığımız zaman işləməyə başlayır. Yenə də pedalı bastığımız zaman dayanır. Eyni qayda permanent make-up'a da aiddir.